Mən sizi çox yaxşı başa düşürəm. Siz az yeyirsiniz. Amma az nə olan şeydir axı? Siz yediyiniz qida məhsullarının tərkibindəki kaloriləri bilirsiniz. Kaloriləri ümumiyyətlə vizual olaraq ölçmək çətin məsələdir. Bunun üçün riyaziyyat lazımdır. Hal-hazırda bura baxın. Burada görürsüz nə var? Burada 300 kalori var. Bəli, 300 kalori. Ancaq fərqli-fərqli qida məhsullarının tərkibindədir bu 300 kalori. Görürsüz nə boyda böyük bir salatdır. Çox böyükdür, çoxdur. Amma tərkibində cəmi 300 kalori var. İndi o biri tərəfə baxın. Bir az qoz belə 300 kalori edə bilər. Bu da o deməkdir ki, yediyiniz qida məhsullarını vizual olaraq çox az dəyərləndirməkdənsə, onların tərkibində olan kalorilərin miqdarını öyrənməliyik. Bu arada, əgər mən kalori hesablaya bilmərəm, mənlik deyil deyənlərdənsinizsə, mənim qrupumda iştirak edə bilərsiniz. Mən sizin kalorinizi sizin yerinizə hesablaya bilərəm. Bu isə artıq onların yerinə kalorilərini hesabladığım xanımların mükəmməl nəticələridir. Sizi onlarla baş-başa buraxıram. Bəlkə də elə bu nəticələrdən biri sizin olacaqdır. Sadəcə mənə yazmaqla, yəni bir mesaj sizi bəlkə də gözəl bədən quruluşundan ayırır.